Euroviziya təmsilçilərimizdən olan Səfurə Əliyeva oğlu İskəndərin ad günündən fotolar paylaşıb. İstanbulda yaşayan müğənni məkanlardan birində oğluna məclis edib. Şəkildə ifaçının digər oğlu Natiq və qızı Ayşə də yer alıb. Qeyd edək ki, Səfurə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Cütlüyün 3 evladı var. Reper Elşad Xüsi həyat yoldaşı Lətifə ilə paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi məkanların birində çəkilən fotolarını sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, bu Elşad Xüsinin ikinci evliliyidir.